35-ci sual. Əgər ksilema borularından floema borularına doğru su molekulları ötürülürsə deməli, ksilemdən floema ötürülürsə su bu zaman mənbəyə yaxın baş verir, floemdan ksilema geri ötürülürsə su bu hovuza yaxın baş verir. Yanlış ifadəni seçin. Proses mənbə hüceyrələrə daha yaxın baş verir, doğrudur. Proses hovuz hüceyrələrinə daha yaxın baş verir, bu yanlışdır. Çünki dedik hovuza yaxın baş verdikdə su floemdan ksilema ötürülür. 36. Kapillarlıq hadisəsinin ksilema borularının diametrindən asılılıq qrafiki. Baxın, ksilema borularının diametri nə qədər kiçik olarsa, nə qədər nazik olarsa, su o qədər yuxarıda qədər qalxa biləcək. Bu da bir-birindən tərs asılıdır deməkdir. Verilənlərə əsasən doğru fikri müəyyən edin. X hüceyrələri tez-tez bölünür. Palıd gövdəsinin qatları xarakterik xüsusiyyəti. Hüceyrələr tez-tez bölünürsə, bu törədici toxmadır. Gövdədə də törədici toxma kambi adlanır. Y ehtiyat toplayıcı parexvana zəngindir. Bu özək ola bilər, özəkdə ehtiyat toplanılır. Z yarpaqları su bu qat ilə daşınır. Yarpaqlara su oduncaq qat ilə daşınır. Orada olan ksilemlər vasitəsilə. K əsasən üzüm maddənin hərəkət etdiyi qatdır. Burada isə qabıqdan söhbət gedir, yəni floemlər vasitəsilə daşınır. Deyir, doğru olanı seçin. X gövdənin uzunluğuna böyüməsini təmin edir. X gövdənin böyüməsini təmin edir, amma eninə. Uzunluğa böyüdən təpə meristemdir. Kan belinə böyüdür. Y üzvü maddələr ələyə bənzər borularla daşınır. Y-də parenximdir. Z-in qalınlığı X-in fəaliyyətindən asılıdır. Z-in qalınlığı bəli. Z oduncaq qatıdır. Oduncaq qatın qalınlığı isə kambidən asılıdır. Bu doğru fikirdir. Bitkilərin yarpaqlarında rast gəlinən ağacıqlar verilən proseslərin hansında iştirak edir? Ağacıqlarda deməli tənəffüs gedir. Baxın, tənəffüs üçün lazım oksigenin udulması, işıqlı mühitlərdə xaricdən karbon qazının udulması, bəli, bu fotosintez üçün lazımdır. Transpirasiya prosesində iştirak edərək bitkinin istilik itirməsini təmin edir. Bəli, bu da hər üçü gedəcək. E variantı. Şəkilə əsasən yanlış fikri seçin. Demək, yarpağa daxil olur tənəffüsdə. Tənəffüsdə yarpağa oksigen daxil olur. Yarpaqdan çıxır karbon qazı. Fotosintezdə əksinə karbon qazı daxil olur, oksigen və glikoz ayrılır. C maddəsi qaranlıqda udula bilər. Fotosintez istənilən vaxt getdiyi üçün bəli, doğrudur. D maddəsi işıqda udula bilər. Karbon qazı bəli, işıqda udularaq fotosintez gedəcək, doğrudur. A və D eyni maddə ola bilər. Baxın, ikisi də karbon qazı, doğrudur. B və C eyni maddə ola bilər. Bəli, ikisi də oksigen də, doğrudur. A maddəsinin udulduğu prosesdə bitkinin kütləsi azalır. Xeyr, A maddəsi fotosintezdə udulur. Fotosintez gedir və glikoza yarandığı üçün bitkinin kütləsi artacaq əksinə. Bitki qidalanır. E yanlışdır. Fotosintezin müvafiq amillərini qeydin. Karbon qazının miqdarı xarici amil, işığın dalğa uzunluğu xarici amil, yarpaqda ağacıq sayı daxili amil, istilik xarici amil, xlorofil miqdarı daxili amil. Deməli, 3, 5, 2, 4 E variantı. 41-də şəkildə əks olunan təcrübə ilə vasitə müəyyən edir. Şəkildə əks olunan təcrübə ilə kök təzyiqi müəyyən edilir. Bitkinin yarpaq hüceyrələrində turqor təzyiqinin transpirasiyanın sürətindən asılı qrafiki hansıdır? Turqor və transpirasiya bir-birlərinə əks proseslərdir. Niyə? Turqor təzyiqinin yaranması üçün hüceyrə suya doymalıdır. Hüceyrə tam suyla dolu olmalıdır ki, sitoplazma hüceyrə divarına təzyiq göstərsin. Transpirasiyada isə əksinə su buxarlandırmaqdır. Birinə su lazımdır, birisi suyu buxarlandırır. Bir-birinə tərs asılı olacaqlar. C variantı. Şəkildə əks olunan təcrübə ilə sübut olunur. Baxın, buradan baxsaz, yarpaqdan qabarcıqlar çıxacaq. Bu qabarcıqlarda bunun suyu buxarlandırdığını göstərir. Buxar şəklində, qaz şəklində çıxardığını göstərir. Bununla da transpirasiya müəyyən edilir. 44. Cümlələri tamamlayın. Bitkilərdə yarpaqların suyun buxarlandırılması prosesi transpirasiya adlanır. Payızda soyuqla əlaqədar yarpaqların kütləvi tökülməsi prosesi xəzan adlanır. Transpirasiya və xəzan. C variantı. Həmçinin xəzan zamanı bitki öz ifrazat məhsullarını və sərdi yarpaqlar vasitəsilə kənarlaşdırır. Bitkinin yarpaqlarında transpirasiyanın sürətinin qutasiyanın sürətindən asılılıq qrafiki. Yenə bu da transpirasiya kimi. Çünki qutasiyada su damcılar şəklində çıxarılacaq və bitkinin qutasiyanın sürətini. Qutasiya damcılar şəklində çıxardacaq. Transpirasiya isə bu zaman suyu buxar şəklində çıxardacaq. İkisinə də su lazımdır. Birinin sürəti artsa, digərinin sürəti avtomatik azalmalıdır. O üçün C variantı. Verilənlərə əsasən yarpağın müəyyən bir hissəsində olan X-in sayını tapın.
Xlorofil daşıyan hüceyrə sayı. Yarpaqlarda 3 hüceyrədə xlorofil daşınır. Sütunvari hüceyrədə, süngərvari hüceyrədə və ağıcıq hüceyrələrində. Ağıcığın bir ağıcıqda 2 hüceyrə vardır. İndi burada baxırıq. Ümumi xlorofil daşıyan hüceyrə sayı 3000-dir. 600 sütunvari hüceyrədədir. 1000 ağıcıq varsa, demək burada 2000-də hüceyrə var. 2000 hüceyrə burada. 2000 burada, 600 burada. Ümumiyyətlə 2600 hüceyrə etdi mi? Deməli, süngərvari də 400 imiş ki, ümumi burada 3000 dənə xlorofil daşıyan hüceyrə var. Düzgün cavab variantı olacaq C variantı. Doğru fikirləri seçin. Yarpaqda üst dəriciyin altında bilavasitə sütunvari toxuma yerləşir. Ümumiyyətlə, yarpağı yuxarıdan aşağıya saydıqda, yuxarıda sütunvari toxuma, dəricikdən aşağıda sütunvari, süngərvari toxuma, liflər, daha sonra alt dəricik. Bu şəkildə sayırıq. Üst dəricinin bilavasitə altında sütunvari toxuma yerləşir. Bu düzdür. Yarpağın süngərvari toxumasına xloroplast nisbətən az olur. Bəli, sütunvari toxumaya nisbətən az, ağıcıqlara nisbətən çox. Yarpaqda eləyə bənzər borularla su və minerallar daşınır. Xeyr, kslemlərlə daşınır su və minerallar. Yarpaqda dəricinin bəzi hüceyrələri yaşıl rəngli olub ağıcıq əmələ gətirir. Bəli, bu doğrudur. 1, 2, 4 C variantı. Transpirasiya nə zaman artır? Temperatur yüksələndə bəli, küləkli havada bəli, yağışda rütubətdə azalır, soyuqda azalır. Çünki transpirasiya özü ilə su buxarının istilik çıxarması, yəni bitkinin sərinləməsi üçün olan bir prosesdir. Bu yağışda və soyuqda azalacaq. 48-də 1 və 2 B variantı. 49. Şəkildə gövdən bəzi qatları əks olunmuşdur. Verilənlərə əsasən doğrudur. Bu arada şəklə baxan kimi biz ikləpəli bir bitkinin yarpağı olduğunu görürük. Ağac bir bitkisinin. Hardan bildik? Kambisi var. Və floem və kslemlər baxın. Bu şəkildə düzülmüşdür. Davam edirik. Bir üzvü maddələrin hərəkət etdiyi qatdır. Floem. Bəli, bu doğrudur. Floemlərlə üzvü maddələr daşınır. İkinci qatda adətən üzvü maddələrin hərəkəti baş verir. 2. Oduncaqda kslemlər var. Bu qeyri-üzvü maddələr daşınır. 3. Enlə böyüməni təmin edir. 3 kambi, bəli, doğrudur. Enlə böyüməni təmin edəcək. İkinci qatda yerləşən ötürücü toxuma növü əsasən canlı hüceyrədən təşkil olunmuş. 2-də oduncaqda floem yox, kslem yerləşir. Kslemlər isə canlı deyil, ölüdür. Bir maddələrin yalnız bir istiqamətdə daşınmasını təmin edir. Bir floemdir. Floemdə isə üzvü maddələr 2 istiqamətdə daşınır. Aşağıdan yuxarı və ya yuxarıdan aşağı. Düzgün cavab olacaq 1 və 3 D variantı. 50. X-in yerinə yazıla bilər. Transpirasiya sürəti tərs asılı olsun X-dən. Temperaturla düz asılıdır. Artdıqca artacaq. Elə rütubət olacaq. Rütubət artdıqda transpirasiya azalır. Külək, işıq intensivliyi, işıq şiddəti buna da düz asılı olacaq. Bitkilərdəki meristem toxuma növləri haqqında aşağıdakılardan hansını demək olmaz. Onların sitoplazması boldur, bəli, deyə bilərik. Hüceyrələri kiçik, nüvələr böyükdür, deyə bilərik. Onların hüceyrə divarı nazikdir, bəli, deyə bilərik. Onların maddələr mübadiləsi zəifdir. Xeyr, maddələr mübadiləsi onlarda güclüdür ki, daim yeni maddələr əmələ gəlir. Bunun hesabına da hüceyrə tez-tez bölünə bilir. Səhv olacaq D variantı. 52. Uyğunluğu müəyyən edin. Öl hüceyrələrdən ibarətdir. Öl hüceyrələrdən ibarətdir kslemlər. Maddələr bir tərəfli daşınır, kslemlər. Üzvü maddələr daşınır, floemlər. Maddələrin pasiv və ya aktiv daşınması bu da olacaq floemlərdir. Olacaq 1, 2, 3, 4 E variantı. 53. Eyni növ bitkinin 3 yarpağında yarpaq bənövşəyi işıqla, yarpaq yaşıl işıqla, yarpaq narıncı işıqla işıqlandırılmışdır. Təcrübəyə təsir edən amillərin eyni olduğu mühitdə bitki yarpaqlarında vahid vaxtda baş verən fotosintez sürətinin ən çoxdan ən kiçiyə doğru sıralaması düzgün əks olunmuşdur. Fotosintez ən yaxşı olacaq bənövşəyi işıqda. Baxın, ümumiyyətlə bənövşəyi və qırmızı işıqda ən yaxşı, yaşıl və sarı işıqda ən zəif olacaq. İndi biz çoxdan aza düzməliyik. Ən yaxşı 1-də olacaq bənövşəyi işıqda. Daha sonra yaşıl işıqda ən az olacaq bunun arxaya. Narıncı işıqda ortada olacaq. 1, 3, 2 C variantı. Aşağıdakılardan hansı bitkiləri suyun və mineral maddələrin kök borundan yarpaqlara daşınmasında rol oynayır? Kapilyarlıq bəli rol oynayır, kök təzyiqi, transpirasiya, yarpaqların sorucu qüvvəsi. Bunun hər biri rol oynayacaq. C variantı. 55-də.
Yarpağın ağızcıqlarının açılıb bağlanması qapayıcı hüceyrədə turqor təzyiqinin dəyişməsi ilə əlaqədardır. Turqor təzyiqinə təsir göstərir. Hüceyrədə kalium ionları ilə. Bəli, kalium ionları turqor təzyiqinə təsir göstərəcək. Hüceyrədə pH dəyişikliyi. pH birbaşa təsir etməsə də dolayı yolla təsir edəcək. Tənəffüs prosesində hüceyrədə karbon qaz yaranır. Karbon qazı hüceyrədən çıxdığı üçün osmotik təzyiq artır. Osmotik təzyiq də artdığı üçün hüceyrə su çəkir. Turqor təzyiq yaranır. Fotosintez prosesində də hüceyrədə qlikoza yaranır. Qlikoza yarandığı üçün osmotik təzyiq artır. Osmotik təzyiq artdığı üçün də hüceyrə yenə su çəkir. Su çəkir və turqor təzyiq yaranır. 1, 2, 3, 4. Hər biri təsir edəcək. Əsas kökün neçə zonası hər iki tərəfdən bilavasitə kök zonası ilə əhatə olunmuşdur. Kökü aşağıdan yuxarı saydıqda kök üskü, daha sonra bölünmə, böyümə, sorucu, ötürücü zona. Buradan kök üksüyü, sözsüz ki zona deyil saymırıq. Deyir ki, hər iki tərəfdən bilavasitə kök zonası ilə əhatə olunmuşdur. Bölünmə zonasının burada kök üksüyüdür, burada böyümədir. İki tərəfdən də əhatə olunmayıb. Burada sorucu və böyümə zonası. İki zona hər iki tərəfdən zonalı əhatə olunmuşdur. Şəkildə əks olunan kserofit bitkinin bitdiyi ekoloji mühitdə yaşayan bitkilər üçün səciyyəvidir. Kserofit bitkilər quraqlıq bitkiləridir. Kökü dərinə gedirdi. Yarpaqları şəklini dəyişirdi. Gövdələr və yarpaqları su toplayıcı orqana çevrilirdi. Sukulentlər adlanırdı. Sonra ağacıqları kiçik olurdu və əsasən dərinə batmış şəkildə olurdu. Az olurdu ağacıqları. Bunları deyə bilərik. Köklərin yaxşı inkişaf etməsi. Bəli, bunlara xasdır, çünki dərinə gedib su tapmalıdır. Yarpaqların üzərinin mumla örtülməsi. Bəli, deyə bilərik ki, ya yarpaq şəklini dəyişir, olsa da kiçik olur və ya mumla örtülür ki, su az buxarlandırsın. Enli bir yarpaqlar olmasın, xeyr. Quraqlıqda enli və iri yarpaqlarla bu qədər suyu hardan alsın? Buxarlandırar böyük yarpaqlar suyu. C yanlışdır. 8. Floem borularında floem şirəsində olur. Bildiyimiz ki, üzüm maddələr floemdə, floem şirəsinə həll olmuş şəkildə daşınır. Glikoz olacaq, saxaroz olacaq, selluloza olmaz. Selluloz ümumiyyətlə həll olmur, həmçinin hüceyrə divarında olur. Hormonlar ola bilər, amin turşuları ola bilər, mineral maddələr ola bilər. Bunların adını çəkə bilərik. Nə olacaq? 1, 2, 4, 5, 6. 3-dən başqa hamısı. A variantı. Kıslayan boruları ilə suyun hərəkətinə müsbət təsir göstərən amilləri seçin. Transpirasiya kıslayan borularında suyun hərəkətinə müsbət təsir göstərəcək. Kapilyarlıq hadisəsi, kök təzyiqi, bəli, yüksək atmosfer təzyiqi, xeyr. Kıslayan borular onsuz atmosfer təzyiqinin əksini suyu qaldırır. Yüksək atmosfer təzyiqi yəni buna yaxşı təsir etməyəcək. 4 yox, yerin cazibə qüvvəsi yox, bunu da əksinə qaldırdığı üçün buna müsbət təsir göstərməyəcək. Düzgün cavabım olacaq 1, 2 və 3. C variantı. Görünən işığın hansı rəngində fotosintezin sürəti maksimum olur? Bunu bayaq da dedik. Qırmızı və bənövşəyədə maksimum olur, sarı və yaşılda minimum olur. Ən zəifdə soruşulsa yaşıl. Bənövşəyə və qırmızı. Çünki yaşıl rəngin çox hissəsini bitki əks etdirir. Ona görə fotosintez yaxşı olmur. Verilənlərdən hansı bitkidə fotosintezin gedişinə təsir göstərən daxili amildir? Suyun miqdarı xarici amildir. Temperatur xaricidir, işığın tezliyi, xloroplastların miqdarı. Xloroplastın miqdarı, xlorofilin miqdarı, anatomik quruluşu. Bunlar bunun daxili amilləridir. 62. Bir-birinə bənzəyən, eyni növ hüceyrədən ibarət olan daimi toxuma. Yəni, söhbət sadə toxumalardan gedir. Sadə toxumalarımız da burada mexaniki, parenxim, ifrazat. Üçünü götürə bilərik. A variantı. Palıd ağacında kambiqatın sayının zamandan asılıq qrafiki. Kambiqatın sayı sözsüz ki, zamandan asılı olaraq dəyişməyəcək. Bir dənə qat var, kambiqatı. O, daxilə doğru kisilimləri, xaricə doğrusa floemləri yeniləyir. A, dəyişməyəcək kambiqatı. Transpirasiya və kutasiya proseslərində su bitkini maddən hansı halda tərk edir? Kutasiyada maye damcılar şəklində, transpirasiyada isə qaz halında tərk edəcək. İndi qaz və maye. C. 65-dir. Tənəffüs prosesi baş verir. Tənəffüs prosesi canlılara aid olan bir xüsusiyyətdir. Yəni, canlı harda varsa canlı toxumada gedəcək. Mantar hüceyrəsi ölüdür. Su boruları ölü kislemlərdir. Kök dərici, bəli. Canlı hüceyrələrdir. Mantar hüceyrəsi yenə ölüdür. Kislemlər ölüdür. Düzgün cavab variantı C variantı.
Yarpağın mezofil hüceyrəsində baş verən fotosintez və transkripsiya prosesləri osmotik təzyiqə təsir edirmi? Əlbəttə təsir edəcək. Fotosintez nəticəsində glükoza yaranır. Glükoza yarandı, osmotik təzyiq artdı. Maddə miqdarı artdığı üçün osmotik təzyiq artdı. Daha sonra transkripsiya proseslərində də sözsüz ki, su buxarlandırdı. Su buxarlandırıldığı üçün su azaldı, yenə osmotik təzyiq artdı. Bəli, təsir edəcək. Bəli, çünki fotosintezdə istifadə edən su və ya transkripsiya edən su osmotik təzyiqin artmasına səbəb olur. Bəli, bu da doğru variantdır. Həmçinin deyə bilərsiniz ki, fotosintezdə yaranan maddə də orada osmotik təzyiqi artırır. Həm sudan istifadə edir, həm maddə yaradır. 66A. 67-də. Verilənlərə əsasən XY-in yerinə yazmaq olur. Fotosintezdə burada su göstərilir, burada deməli karbon qazı olmalıdır. Çünki fotosintezdə karbon qazı və su girir, glikoza çıxır. Və oksigen. Oksigen əlavə məhsuldur. Əsas məhsul glikozadır. Burada oksigen yazdığı üçün deməli burada da glikoz olmalıdır. Glikoza. Tənəffüsə keçir. Tənəffüsə glikoza keçdi. Buradan enerji ayrılmalıdır, karbon qazı ayrılmalıdır, su ayrılmalıdır. Yəni buradan enerjini yazıb, burada da karbon qazı və ya su ola bilər. Baxaq variantları. X karbon qazı 1 götürə bilərəm. X1 Y glikozadır, Y2. Daha sonra Z'də glikoza 5 imiş, 2 deyilmiş, 2 zolal imiş. X1, Y1, Z'də də karbon qazı və su götürmək olur. Su olmadığı üçün də karbon qazı götürək. Z'də də 1, 5, 1. D variantı. 67-də D variantı. 68-də. Euler-Venn diaqramına hansı rəqəmlərin yeri düzgün yazılmamışdır? Baxaq, qalın qılaflıdır kislema, düzdür. Enara kəsmə qılafı dağılıb kislema, doğrudur. Ölü hüceyrələrdə kislema, doğrudur. Nazik qılaflı floema, hüceyrələrin ələk kimi ara kəsməsi var floema, canlı hüceyrələrdir floema, altın yeri səhv yazılıb floemdə olmalıdır. Sonra Kambi tərəfindən yaradılır. Kambi tərəfindən ya hər ikisi yaradacaq. Kambidən daxilə doğru kislemlər, kambidən xaricə doğru floemlər. 7 təkcə floema yazılıb, ortada olmalıydı. Maddələrin daşınmasında iştirak edir hər ikisi. Doğrudur, mərkəzdə yazılıb. Səhv yazılıb 6 və 7-nin yeri. A variantı 68-a. 69. Toxumla çoxaldılan şəkildə göstərilən yerkökü bitkisində inkişafın birinci ilində vegetativ orqanlar əmələ gəlir. Bu müddət ərzində bitkinin hansı hissələri üzvü maddənin daşınması üçün mənbə ya hovuz rolunu oynayır? Baxın, inkişafın birinci ilində bunlarda əmələ gələcək həmin bu meyvə kökü. İkinci ilində isə çiçək açır. Həmin o meyvə kökünü topladığı qidadan istifadə edərək çiçək açır. İndi birinci ilində yarpaq mənbədir sözsüz ki, ilk vaxtlarda fotosintez etdi, qidanı topladı hara? Kökə toplayacaq və gövdəyə. Ümumiyyətlə, bu meyvə kökü gövdənin aşağı hissəsinin və əsas kökün şəkil dəyişməsidir. İndi yarpaq mənbə oldu. Bu da doğru göstərilir, bu da. Gövdə hovuz olacaq. Çünki gövdənin və dediyim kökün şəkil dəyişməsidir. Bunlar səhv görsənir. Elə variantımız uyğundur. Hovuz. Kökdə nə olur? Kök həm mənbə ola bilər, həm hovuz. İlkin vaxtda hovuz olacaq. Yarpaq fotosintez etdi, kökə topladı. Kök hovuz rolunu oynadı. Zamanla isə artıq bitki çiçək açmasına və s. dövrdə kök qida verəcək. Ona görə də artıq qidanın mənbəsi sayılacaq. Bu da variantı. Və ya qışı qışlamaq üçün, qışı keçirmək üçün həmin o qidadan istifadə edəcək. O zaman da yenə kök mənbə rolunu oynayacaq. Meyvə kökü. 70-də hansı ifadə doğrudur? Floem boruları canlıdır deyə maddənin daşınması daha sürətli baş verir. Xeyr, floemdə ümumiyyətlə daha yavaş gedir kislemə nisbətən. Sürətli, harda sürətlidirsə floemlərə çıxırıq. Kislemə yavaş deyir, burada çıxırıq. Kislem boruları ölüdür deyə maddələrin daşınması daha sürətli baş verir. Bəli, həm kislem ölüdür, həm də daha sürətli maddələr daşınır. Peyk hüceyrələri aiddir. Peyk hüceyrələr parenxim toxumanın hüceyrələridir. Şəkildə kök tükçü və onu əhatə olunduğu torpaq sahəsi əks olunmuşdur. Suyun torpaqdan udulması və kökün daxilinə doğru hərəkət etməsi üçün şəkildə əsasın osmotik təzyiqin qiymətini göstərən hansı ifadə doğrudur? Yadımızda saxlayırıq. Hər zaman kökün daxilində təzyiq xarici mühitə nisbətən yüksək olmalıdır ki, osmotik təzyiq. O xaricdən su çəksin. Osmotik təzyiqin yüksək olması nə deməkdir? Burada su molekulu az, maddə miqdarı çoxdur.
Su molekulu azdır deyə çoxdan aza, yəni xaricdən daxilə doğru ötürüləcək. Bu ötürüldüyü sırada da belə olmalıdır. Hər zaman kök təzyiqi su gedəcəyi yerdə çox olmalıdır ki, üzr istəyirəm, osmotik təzyiq yüksək olmalıdır ki, o su molekulu hərəkət edə bilsin. Yəni C böyükdür, B böyükdür A olmalıdır ki, osmotik təzyiqin qiyməti. Həmin su molekulu o yol boyunca gedə bilsin. Bu da C-də göstərir. Baxın, B-də A-dan çox olmalıdır ki, osmotik təzyiq, yəni su molekulu az olmalıdır ki, daxil olsun A mühitindən B-yə. C-də də osmotik təzyiq daha yüksək olmalıdır ki, davam edib su molekulu o şəkildə irəliləyə bilsin. 73-də verilmiş qrafikə əsasən daha doğru olan cavabı seçin. Fotosintezin sürəti, temperatur. Baxaq. Yüksək temperaturda fermentlərin təbii quruluşu dəyişməz qalır. Xeyr, yüksək temperaturda fermentlər denaturasiya olur. Hətta daha yüksək temperaturda dönməz denaturasiya olacaq, geri dönmürlər, yəni parçalanırlar. Fotosintezin sürəti temperaturdan asılıdır, asılıdır, xarici amilidir. Temperaturun davamlı artması fonunda fotosintez sürətinə bax, görürsünüz, davamlı artması fonunda orta hesabla 30 dərəcəyə kimi yüksəlir, daha sonra aşağı düşür, hətta sonra fotosintez dayanacaq və bitki məhv olacaq. C-də yanlışdır. Fotosintez prosesi optimal temperatur intervalında daha sürətli gedir. Optimal interval, baxın, hər zaman qrafikdən pik nöqtədir, burada da 30 dərəcəni göstərir. Demək ki, D doğrudur. Optimalda daha yaxşı gedəcək, sonra temperatur artsa get-gedə azalacaq.